Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vloqla xoş gördük hər birinizi. Bu gün də səhər-səhər saat 7-dən videonu başlatdım. Təşriş etməyə uşaqları dərsə yola salıram. Onlar üçün belə çörək istədilər qızartmaq. Onlar üçün belə tavada çörək qızartdım. Biraz da yağ əlavə etmişdim tavanın içərisinə. Qızartdım yeməklərini yedilər və dərsə yola saldım. Burada maşın gözləyirik gəlsin. Yola saldım, mən də keçdim digər işlərimi görməyə. Alış-veriş olunmuşdu, axşam yana evə lazım olanlar alınmışdı. Onları yerləşdirdim və keçdim ev işlərini görməyə. Və belə qızlar, ərzaqları yerləşdirdim yerinə. Sonra hər gün içməyini qaydada dərmanı qəbul edib keçdim. İlk öncə uşaqların otağından başladım təmizliyə. Hər gün axşam yığışdırıb yatmaqlarına baxmayaraq elə bil otağa bomba düşüb. Dərsə tez tələsik durub hazırlaşırlar. Yerlərini yığışdıra bilmirlər. Paltarlarını, geyimlərini qatlayıb yerləşdirə bilmədikləri üçün, yəni vaxt çatmır, özüm edirəm. Belə dərsə yola saldım, ərzaqları yerləşdirdim. Sonra gəldim uşaqların otağına, yerlərini yığdım, ortalığı səliqəyə salıb keçdim həyətə.
Belə qızlar həyətə getməmişdən qabaq elə də böyük həyət dəyişimi yox idi, amma getməmişdən qabaq yadıma düşdü ki, qazın üzərini də təmizləyim. Qazın üzərini silib təmizlədikdən sonra səhər yeməyimizi bu arada yedik. Qabları unutmuşdum, qabları da yudum, yığışdırdım. Sonra zibil vedrəsi dolub daşlanırdı. Hər gün zibil vedrəsinin içərisini dəyişməyimə baxmayaraq, ən çox da oğlum kağız falan düzəldir, tökür içərisinə. Boş yerini keçir, nələrsə düzəldir deyən artıq kağızlara falan doldurur bu zibil qabının içərisinə. Belə zibil qabının içərisini dəyişdikdən sonra çıxdım həyətə. Həyətə tökülmüş yarpaqlarını süpürdüm, təmizlədim. Hava o qədər yaxşı keçir ki, artıq yəni yaz havasını xatırladır deyənə yasəmən güllərimiz də açmışdı. İlk dəfədir yasəmən gülünün bu vaxt açdığını görürdüm. Elə vaxt olub ki, elə il olub ki, tumurcuq vurub, amma açmayıb, soyuqlar düşüb açmamışdı, amma bu il açıb. Mən də qəşəngcə həyəti süpürüb, ata da qəşəngcə yasəmən güllərini hündür olduğu üçün əlim çatmadı. Ata qəşəngcə dərdi onları, mən də gətirib evdə suya qoydum. Ümumiyyətlə, təbii gülləri çox sevirəm və təbii güllər olduqda, yəni çox olduqda istəyirəm ki, bütün otaqlara həmin o təbii gülləri suyun içərisində qoyum, otaqlarda, gözümün qabağında olsun, hər otaqda olsun. Xoşlayıram. Belə həyəti də yığışdırdım, təmizlədim. Sonra keçdim evə yemək bişirməyə.
Belə qızlar keçdim içəri, gülü də yığdım suyun içərisinə. Bu evdə yəni gül qabı, belə deyim də, güldan gətirmədiyim üçün belə ədva tökdüyüm qabların birisinin içərisi boş idi. Mən də gülləri yığdım onun içərisinə. Heç nə olmaz deyib qoydum stolun üzərinə. Uşaqlar da dərsdən gəlib artıq onlar üçün də əlavə mütləq yemək bişirdim, makaron etdim, qatıqla, qatıq sevənlər üçün yığdım, yesinlər. Mümkün deyil ki, uşaqlar hər dəfə bir şey yemişləri yemir. Onun üçün məcburən onlara nəsə başqa bir yemək də hazırlayıram. Əslində ara sıra bunun üçün deyinirəm də, danışıram da, amma faydası yoxdur. Yenə də bişirirəm. Belə qızlar yeməyimizi yedik və sonda qızlar axşama doğru dedikdə axşam qaynımgilə getmişdik. Amma bir neçə gün öncədən getmişdik. Qaynımgilə bu videonun içərisinə yığdım. Çəkiliş etdiyim üçün yığmalı oldum. Yəni heyf etmədim çəkdiyim videonu. 4 elti bir aradaydıq, oturduq. Yəni o bir eltim də gəlmişdi, bizdəydilər. Birlikdə olduğumuz üçün elə ancaq hər gün bir yerə yığışıb oturduq, dedik, güldük. Çayımızı içdik. Bu gün də bu eltimgilə gəlmişdik. Belə Allah süfrələrini bol ruzlu bərəkətli etsin. Evlərinin qapısı daima xoşluqla açılsın inşallah. Belə qızlar videomu burada sonlandırdım. Videonu əgərsə bəyənirsinizsə bəyəni işarəsi qoyub abunə olmayı unutmayın. Sizin hər bir bəyəniniz, dəstəyiniz mənim videolarımdan önə çıxmağımda böyük əhəmiyyət daşıyır. Bunun üçün öncədən hər birinizə təşəkkür edirəm. Xoş sözləriniz, gözəl fikirləriniz üçün minnətdarım. Sağ olun, sağlıqla qalın. Gələn videoda görüşmək üzrə. Öz yerine başlayalım. Ne istiyor ona verin. Şöyle bakalım. Şöyle Arif teleskopu çok yaklaşır böyle. Arif sen eşsi. Arif görsene bilər o. Şöyle tüp buna verin. Esad yoktu, uzun yoktu. Ha, Güzeldim ha. Bir kere ferdi. ne zaman çok görsən? Ayda? Ben de almışım. Ayda? Bunu belə qurağı bilən şey. Avan